Salam, necəsiz? Ümid edirəm ki, məndən ötürü çox darıxmısınız, çünki mən sizdən ötürü dəhşət çox darıxmışam. Bilirəm, sizi birazcıq ihmal edə bilərəm və uzun müddətdir ki, bir video paylaşmıram, çünki başım həm qarışıq idi, həm motivasiyam da yox idi, belə o nastroyeniyada deyildim. Havalar da bilirsiniz ki, bir neçə gündür çox buludlu, yağışlı və dəhşət küləkli keçir. Bu havada da mənim həmişə nastroyeniyam sıfır olur. Neysə ki, bugün səhər oyandım, duş aldım, saçlarımı quruladım. Bu arada səhər niyə çəkmədim? Çünki dəhşət gecədən başım ağrıyırdı. Artıq bilmirəm bu baş ağrıya görə nə cür bir çözüm tapa bilərəm. Duş aldım, saçımı quruladım, biraz yatdım, durdum. İndi gözəl bir gümrah nastroyeniyam var. Hal-hazırda nişanlım gələcək bizə və biz bugün şəhərə çıxmaq istəyirik. Bu arada uzun müddətdən sonra bir şəhərə çıxacağıq. Çünki axırıncı dəfə nə vaxt şəhərə çıxmışıq tək, yadımda deyil. Yəni biz uzun müddətdir ki, şəhərdən kənar kənddə buzovnada falan görüşürdük. Nəysə. Bugün amma bilmirəm nə cür bir aktivite ilə edəcəyik. Çünki nəsə bir fərqlilik istəyirəm əslində, amma həmçinin də sakitçilik, belə sakit bir atmosfer olsun, nə bilim yeməyə getmək, ən gözəl sevdiyim bir şey, kinoya baxmaq, belə kimi bir şeylər. Amma bəlkə kartinga getdik, bəlkə bowlinga baxacağam. Mənim keyfimdən asılıdır. Neysə ki, saçlarımı gördüyünüz kimi şişdim və mən bunları bugün düzləşdirəcəm. Gərək mən bu arada saç baxımına gedim. Mən saçımı keratin etmək istəyirəm. Çünki saçımı hər dəfə ütüləyəndə həm yandırıram, bilirəm, həm də ki yoruluram, dəhşət çox bezirəm. Çünki qurutmaq onsuz bir vazinadır. Dəhşət dərəcədə yoruluram, hələm qurumur. Çünki saç çox qalın və uzundur. Düzləşdirmək ayrı bir hekayədir. Nəysə ki, bu arada üzüm təmizlənib. Bu arada belə bir sivilcə çıxmışdı burada. Yəni baxdıqca bütün əsəblərim pozulurdu ki, niyə? Özü çəkilişə gedəcəydim. Çəkilişdən bir gün öncə çıxıb belə ay Allah, mən də ona baxıram, o mənə baxır, mən ona baxıram, gic oluram. Nəysə. Mən getdim saçlarımı eləməyə. Siz də məni izləməyə davam edin. Düşündüm ki, mikrofonsuz davam edim. Çünki mikrofonla səsim çox robot kimi düşür və bu görüntü, bu səs məni heç ürəyimi açmır. Bu arada mənə çox yaxşı bir düzləşdirici məsləhət görün, çünki mən bu düzləşdiricini istifadə etmək istəmirəm. Bundan əlavə də Dyson-ı da düzü desəm bəyənmirəm, çünki saçlarımı çox şiş edir. Bəlkə də düzgün istifadə edə bilmirəm, ondan da ola bilər. Amma belə normal bildiyiniz saçı belə ləpiş yağlı tip elirləri dümdüz. Bax, elə içinə bir düzləşdirici istəyirəm. Ben hazır. Makyajımı ettim. Saçım da hazırdı. Giyindim. Geldik Targovya. 10 dəqiqədən sonra kinomuzdur. Bir dənə qəşəng kino seçmişəm. Özü 4DX-i dəhşət çox sevirəm də. Makyajım o kadar güzel ve soft almış ki. Hava ama soğuk. Havaya aldanmadım. İmkanlarımız var. Neyse, filmden çıktık. Maraqlıydı, amma ki 4DX üçün də o qədər də değildi yəni o film. Biz Farsaja getmişdik, Farsaj daha maraqlıydı. Biraz başımız ağrıdı, çox belə strelmalar falan var idi deyə. Gəldik yeməyə. Kinodan çox geç çıxdıq, çox geç qutardı.
Biz düşünürdük ki hər yer bağlı olacaq. Saat 12-dir. Dəhşət millət var. Millət qaynayır. Heç kəs evdə oturmaq istəmir. Biz oturmaq istəmirik. Burger sifariş etdik. Yeyə bilərsən. Bir dənə burgerə bax. Burger ölüb də, yəni o dünyasına qarışmış. Yəni uspet eləmədim bir dənə video çəkməyə. Double cheeseburger sifariş etdik. Friday burgerləri tam başqadır. Bulkaları dəhşət yumuşaqdır. Canlarım, necəsiz? Deməli, sabah Ramazan bayramı olduğu üçün qarşıdan gələn Ramazan bayramımızı da təbrik edirəm. Necə belə gözəl bayramlara çıxaq. Bizdə hazırlıq gedir hal-hazırda evdə. Yəni, bugün səhər durandan generalni uborka etmişəm. Evi yerli, dibli söküb süpürmüşəm. Neysə, indi axşam yemək hazırlıqları gedir. Salatları hazırlayacağım. İndi hal-hazırda bu gördüyünüz tərəvəzləri, bir də yumurtanı soyub təmizləyəcəm. Neysə. Sabah bayramdır və bizdə həmişə Ramazan bayramı belə təmtərəkli keçir. Çünki bizdə bir Ramazandır, bir də Qurban bayramıdır. Çünki bizdə evdə ancaq o bayramlar keçirilir. Yəni biz Novruz bayramı belə keçirtmirik, yeni il keçirtmirik. Ancaq Ramazan, yəni dini baxımından olan bayramları keçiririk bizdə. Bir dənə soyduğum yumurtaya baxın. Bu kıza bu emanet edilmez. Sabahınız xeyir canlarım, necəsiz? Bugün mən çox güman uyandım. Bugün bizdə Ramazan bayramıdır. Bütün oruç tutanların, tutmayanların, hər kəsin bayramını təbrik edirəm. Necə bir gözəl bayramlara çıxaq. Hal-hazırda mən salona gedirəm. Salona yaz olursam, saçımı baxımına, kesiminə və ukladqa. Artıq salondayam, gəlirəm, saçımı qəşəng yuyurlar, daha sonra baxıma keçirik. Baxımdan sonra da belə bir aparata salırlar başımı. Başımdan bildiyiniz par çıxır. Çox gülməli görsərəm özdə qıraqdan. Bu gördüyünüz saç kıran aparatıdır. Dəhşət saçın ucularındakı saç kıranları götürdü də. Saçlarımın yumuşaqlığına baxın. Baxımdan sonra özünə gəldi saçlarım. Bu qədər. Məni izlədiyiniz üçün çox təşəkkür edirəm. Bu 2 gündür mənimlə birlikdə oldunuz. Güman edirəm ki, belə kiçik bir mini vlogum sizin çox xoşunuza gəldi. Həm də siz istəmişdiniz ki, baxın bir videosu çəkim. Onu da sizin üçün çəkdim. Mütləq şəkildə ona görə mənə hər şeyi şərhdə, kommentdə qeyd etməyi unutmayın. Çünki hamısına diqqətlə baxıb, diqqətlə oxuyub və bacardığım qədər tez cavab verməyə çalışıram. Məni bəyəndinizsə videomu bəyənib, komment yazmağı unutmayın. Öpürəm sizi, həmçinin də kanalıma da abunə olun.